Biz keçən dərsdə yəni firqələrdən, demək olar ki, sufilərdən başlamışıq, yəni sufilərə gəlib çıxmışdıq və dedik ki, ümumiyyətlə sufi təriqəsi o barədə də yəni çoxlu ixtilaflar var idi, hansı ki, onların kimlərdən olduqları, onlar nə zaman yarandıqları, onların həqiqəti, onlar kimlərdir və bu barədə dedik ki, onlara yəni bir neçə, necə deyərlər, rəylər var idi ki, onlar İslamdandır, İslam firqəsindən deyil, onlar İslamdan əvvəl yaranmış, İslamdan sonra, yoxsa ki, yəni İslamdan hicrətin 150-ci, 200-cü illərində və sonra da gəlib çıxmışıq biz, yəni sufiliyin həqiqətül təsavvuf, yəni sufiliyin həqiqəti və şək yoxdur ki, həqiqətdə isə insan görürsən ki, yəni sufi təriqətində olan insanlar, daha doğrusu onlardan birini danışdırsan və görürsən ki, yəni həqiqətdə ilə danışırlar ki, yəni görürsən ki, elə bil ki, üzündən nur yağan kimi. Görürsən ki, bütün günlərini zikirlərdə, yəni güya, yəni onların vəsfi ilə desək, yəni onlar özlərini elə vəsf edirlər ki, yəni həqiqətdə sufi, yəni bunların alimləri elə vəsf edir ki, sufi o kəsdir ki, dünyadan zahidlik eləyib, dünyadan mal dövlət qazanmaqdan üz döndərib və yalnız Allahın ibadətinə yönəlir. Bu onların özlərinə verdiyi vəsfədir. Başqa vəsflər də var ki, onlar özlərinə belə vəsf edirlər. Amma həqiqətdə isə, yəni sufilik nədir? Həqiqətdə sufilik isə yəni azmış bir firqədir. Yəni azmış bir firqədir ki, hansı ki, onlar necə deyərlər, tədricən bu quluva, yəni necə deyərlər, şiddətliyə, necə deyərlər, gəlib o azınlığa gəlib çıxmışlar ki, artıq elə bir səviyyədədirlər ki, onlar artıq onlar öz necə deyərlər, öz şeyxlərinin bəzi əhkamların onun boyundan düşməsini, onun qeybi bilməsə başqa ona yəni xüsusiyyətlər, yəni Allaha aid olan xüsusiyyətləri həmən o şeyxlərinə verirlər. Və həqiqətdə isə bu sufilik isə, necə deyərlər, Hind və Yunan fikirlərinin, necə deyərlər, tətbiqidir. Görürsən ki, onlarda tədricən görürsən ki, əl-hulul vəl-ittihad, yəni Allah subhanətənin hər yerdə həll olması və Allah subhanətənin insanda mövcud olması, yəni bu cür yəni, əqidələr var ki, hansı ki, bunlar İslamdan qabaq olan fəlsəfəçilərin, Hindlilərin, ondan sonra Yunanların yəni fəlsəfələrdəndir ki, bunlar gəlib bu sufiliyə gəlib cəm olunub. Bu da sufiliyin həqiqəti də ondadır ki, artıq hər Quran və sünnədə hər bir şey bəyandır, hər bir şey haqq aydındır. Çünki Peyğəmbər s.ə.v yəni ölüb gedəndən sonra hər şeyi açıq-aşkar qoyub getmişdi, heç bir necə ilə qaranlıq bir şey qalmamışdı. Hətta İbn Ömər radiyallahu Yahudilərə deyəndə Peyğəmbər bizə hər şeyi qoyub getdi. Hətta taharətə necə çıxmaq lazımdır deyə, yəni hansı ayağla çıxsan, necə oturursan, necə yuyunursan, yəni o cür vəsfə, o cür incəliklərə qədər Peyğəmbər s.ə.v bu dini yəni qoyub getmiş. Çünki Peyğəmbər deyir ki, mən sizi çox açıq aydın bir halda qoyub gedirəm. Şək yoxdur ki, din də kamildir, dində bir şey alsamağa ehtiyac yoxdur, dində bidət eləməyə ehtiyac yoxdur, çünki din kamildir və kimsə dinə nəsə bir yenilik gətirsə, artıq dinin naqıs olduğunu iddia eləyir. Yəni Peyğəmbər s.ə.v-in nəyisə gizlədi demədiyini iddia edir. Çünki o zaman ki, Abdullah bin Məsud, yəni Peyğəmbərin ölümündən sonra şək yoxdur, Peyğəmbərin ölümündən sonra Kufanın meçidlərinin dilində gəzəndə və görür ki, orada yəni yaşlılar oturublar və düzdür, bir rivayətdə gəlir ki, insanlar, kişilər olub, yəni yaşlı gəlməyir, yəni bəzi rivayətdə gəlir ki, yəni yaşlılar. Otururlar meçiddə və qabağına xırda daşlar qoyublar və deyirlər ki, hər dəfə, məsələn, zikr edirlər, Osman daşları bir tərəfə yığırlar, sonra oradan bu tərəfə yığırlar və Abdullah Məsud görürdür ki, yəni bu nədir siz eləyirsiniz və deyir ki, siz elədiyiniz ya siz sahabilərdən, yəni Peyğəmbərin sahabilərindən nəfsəlsiniz, ya da ki, siz zəlalətdəsiniz. Və şək yoxdur ki, onlar bilirlər ki, onlar sahabilərdən yaxşı ola bilməzlər. Çünki onlar bilirlər ki, sahabilər artıq Quran və sünnədə müjdələniblər. Çünki Allah deyir ki, radiyallahu anhu və radu anhu, Allah onlardan razı oldu və onlar da Allahdan razı oldu. Həmçinin hədislərdə də Peyğəmbər s.ə.v sahabilərin kimləri olduğu, nəyə qadir olduğunu göstərir və onlara hörmət eləmək, onları sevmək, onları söyməməyi əmr eləyir. Və şək yox ki, bunlar bilirlər ki, bunlar sahabilərdən çox bilə bilməzlər və qalırdı ki, ikinci variant o da ki, onların zalətdə olmaqları. Və onlar bunu iddia elədilər və deyilər ki, ya Abdullah Məsud, biz bununla yalnız xeyir istəyirdik. Yəni, bizim bu elədiyimiz yalnız xeyirdir. Və onda Abdullah Məsud özünün məşhur sözüdür ki, kəm min muridin xeyrin lə yusibuha. Yəni, o qədər xeyir istəyənlər var ki, ancaq ona layiq olmurlar. Və bu söz, yəni bugün də öz qüvvəsində qalır. Çünki çox insanlar görürsən ki, məsəl üçün, hər hansısa bir məsələdə
görürsən ki, çox tələskin yəni, rəylərə düşürlər. Halbuki o məsələ barəsində ondan soruşulmayacaq, ona aidiyyəti də yoxdur. Çünki insan böyük bir məsələdən danışmaqdan ötəri insan gərək xırda məsələləri bilsin. Yəni şəriətdə çünki məsələlər çoxdur. Yəni istir fiqh məsələsində, istir tarix, yəni hər bir məsələ çünki şəriət elmi çox genişdir. Yəni onun bölünmələri var, tarix var, təfsir var, usul var, fiqh var, yəni başqa-başqa növləri də var. Hədis elmi var, Quran elmi var. Və şəkildə insan bunlardan hamısından qafil olub və yalnız yəni bir müasir bir sözdə gəlib dayanmağa ki, filankəs kafirdir, filankəs kafirdir, bu həqiqətən çox cahillikdir. Və görürsən ki, o incə məsələləri bilməyib, yəni özünə aid olan məsələləri bilməyib, öz ailəsinə aid olan məsələləri bilməyib, gedib yəni böyük bir məsələlərə qarışmaq, filan dövlət kafirdir, filan hakim kafirdir, filankəs tağudur, filankəs belədir. Bu həqiqətən də yəni o insanda yəni ağlın çatışmamazlığını göstərir. Yəni şək odur ki, həqiqətən də bu ağlın naqisliğini göstərir. Çünki insan əgər nəyisə öyrənmək istəsə, şək odur ki, incə məsələlərdən başlamalıdır. Və baxımdan da Abdullah Məsudun bu sözü sabit olaraq qalır və həmçinin bugün də qüvvədədir. Və baxımdan da dində heç bir yenilik eləməyə ehtiyac yoxdur. Din 1427, yəni hicrətdən bu yana hesablasaq, 1427 ildir ki, din təkrarlanır, dində heç bir yenilik yoxdur. Və sadəcə müasir məsələlər çıxır, görürsən ki, tibblə bağlı və yaxud da ki, iqtisadiyyatla bağlı və yaxud da ki, ixtiralarla bağlı məsələlər var ki, bunun da şəriət alimlərinə müraciət olunur və onlar da həmən məsələləri yəni keçmiş yəni məsələlərlə bağlayırlar. Hardasa o məsələlərin, necə deyərlər, bir kölgəsinin altında onu izah edirlər və beləncə məsələlər həll olunur. Yəni, şək odur ki, yəni, heç bir şey, yəni, dəyişilən yalnız və yalnız iqtisadiyyat dəyişilib. Yəni, o zaman eşşəkdən, atdan, dəvədən istifadə edirlər, indi maşınlardan, samolotlardan istifadə edirlər. O zaman döyüşürdülər, oxla, nizə ilə, qılınca qalxır, indi döyüşürlər, topla, tüfəklə, başqa-başqa, yəni, döyüş sursatları, yəni, ancaq insanlar həmən insanlar, dövr həmən dövrdür, hökmdə həmən hökmdür. Və baxımdan da dində yenilik eləmə heç bir ehtiyac olmadığı halda görürsən ki, yəni bu sufilər özlərini demək olar ki, zühdlük eləməklə, yəni özlərini zahid göstərməklə görürsən ki, həqiqətdə isə yəni, tamamilə tərk-i dünyalıq eləyiblər. Həqiqətdə isə yəni, zahidlik özü də, zühdlük özü də bəyənilir, yəni şəriətdə var. Çünki baxsaq görsək, keçmiş alimlər, yəni Əhməd ibn Həmbəl kimi, başqa Abu Davud kimi alimlər, hətta zahidlik barəsində, yəni hədis və ayələri də cəm edilir, yəni onların zühd haqqında yəni, kitabları da var. Ancaq onların bu sufilərin elədikləri zühdlük isə, yəni özlərindən qondarma zahidlik hansı ki, onlar heç bir şey eləmirlər. Çünki o sahabələrə, o zahid olan sahabələrə baxıb görsəydik, onlar cihadda Peyğəmbərin arxasındaydılar. Hansısa bir döyüşdə Peyğəmbər, bütün səfərlərdə Peyğəmbərlərin. Ancaq bugünkü zahidlər isə zahidliyini yalnız və yalnız məsciddə oturub, bütün günü başlarını yeyilib zikir eləmək, yəni yalnız gündə 80-100 kez namaz qılmaq, hansı ki, bunu bəzi alimlər, necə deyərlər, Yunan idmanına da bənzədir ki, yəni bunlar yalnız öz ruhlarını tərbiyələnir. Bunlar həqiqətdə dünyanın bütün naz neymətindən yeməmək, onların neymətindən dadmamaqla özlərinin güya ruhlarını tərbiyələndirir, hansı ki, bu həqiqətdə isə yəni Yunan forması, Yunanlarda tətbiq olan forması ki, onlar öz ruhlarını da özlərinə əzab verməklə yəni tərbiyələndir. Həqiqətdə isə şəriətdə Allah Subhanahu taala Quran-Kərimdə buyurub ki: "Və la tansa nasibaka minəd-dünya." Yəni dünyadan öz nəsibini unutma. Yəni insan işləməlidir, çalışmalıdır. Nə üçün ki, müsəlman əgər hamısı sufi olsa, işləməsə, çalışmasa, bəs belə sırrında müsəlmanları kim dolandırmalıdır? Yəni gedib kafirmi onları dolandırmalıdır? Şək odur ki, bu həqiqətən də bu cür firqələrdə, bu cür tənaqqudatlar, ziddiyyətlər var ki, görürsən ki, həqiqətdə yəni İslamın əsas mənbələrinə tamamilə ziddir. Çünki Peyğəmbər s.ə.v insanın təvəkkülünü, yəni quşun təvəkkülünə bənzətmir. Əgər sizin biriniz Allaha, yəni haqqında təvəkkül etsəydiniz, yəni quş necə ki, səhər tezdən ac qarnına çıxıb tox gəlirdi. Və burada bəziləri deyir ki, quş necə təvəkkül edir? İşləmədi, eləmədi. Amma şək odur ki, burada həqiqətdə başa düşmək lazım ki, bu quş təvəkkül elədi və səbəblərdən tutdu. Yəni evdən ruzu dalında çıxdı. Və insan da bu günlərdə də yəni təvəkkül edib səbəblərdən tutmalıdır və iş damında getməli, işləməli, çalışmalı, ruzu qazanmalıdır və ancaq o zahidlik isə düz zahidlik eləməli. Əgər tam ki imkanı varsa ki, məsəl üçün 100 minlik, 200 minlik maşın almaq, qoy almasın, alsın, məsəl ucuz
qalanını Allah yoluna kasıbları miskin. Bu beləncə zahidlik etsin. Ancaq ki, zahidliyin dərəcəsini hamamda çinməməklə, neçə ailə çirkin qalmaqla, ondan sonra ət yememəklə və ya da ki, başqa naz neymə, Allahın neymətəni dadmaman özlərini zahid adlandırıb, o, necə deyərlər, həqiqətdə onlar görəcək, bu günləri də onların bu zahidliyi Krişnatlərin zahidləri kimidir. Sufilərdə evlənmə var, amma ki, onlar çox yaxınlıq eləmirlər. Amma evliliyi var, sufilikdə evliliyi var. Yəni, onlarda tərk-i dünyalı odur ki, yəni, subaya qalsalar lap yaxşıdır. Bu o mənadır. Amma şək odur ki, evlənmək var, onlarda evlənmək var. Və bu həqiqətdə isə, necə deyərlər, sufilərin həqiqəti isə budur. Həqiqətdə budur ki, onlar yəni, heç bir haqlı firqə deyil, əslində zalətdə olmuş və çoxlu bidətlər gətirmiş artıq firqələrdir. Və bəzi isə onların, necə deyərlər, firqələrinə gəldikdə isə, qismlərinə gəldikdə isə, bəzi alimlər onları 3 firqəyə, bəziləri 6 firqəyə bölürlər, yəni ümumi qism olaraq beləncə bölürlər. Amma həqiqətdə dedik ki, ümumiyyətlə sufilərin firqələrə bölünməsi daha çoxdur. Niyə görə? Çünki onlarda hər bir öz məzhəblərinin, yəni getdikləri yolun şeyxinin tariqası, onun yolu ilə gedirlər. Amma həqiqətdə isə onlar ola bilər ki, məsəl üçün, fiqh etibarı ola bilər, məsəl üçün, Hənəfi olsunlar, ola bilər Şafi olsunlar, ola bilər Maliki, ola bilər Həmbəli olsunlar. Çünki bunlar da bağlıdır öz dövrlərində yaşadı. Məsəl üçün, Saudiya ki, Həmbəli məzhəbidir ümumilikdə, orada olan sufilər Həmbəli məzhəbi ilə gedirlər. Məsəl üçün, Türkiyədə olan sufilər Hənəfi olduğundan oranın fiqhi məsələsi Hənəfilər yolundadır. Afrikalılar olan sufi hansı ki, orada ticani bölünməsi orada daha güclü yayılıb. Yəni, həm Orta Afrika, həm Qərbi, həm də Şərqi Afrikada orada ümumiyyətlə Maliki məzhəbi, çünki o Afrika özü ümumiyyətlə Maliki məzhəbidir və beləliklə onlar fiqhi məzhəb etibarı isə başqa məzhəblərdən ola bilər. Ancaq onlarda həqiqi sufilik məzhəbi isə öz şeyxlərinin getdiyi yolun davamçılarıdırlar. Yəni, görürsən ki, Türkiyədə məsələn 60-dan çox sufi tariqası var, İraqda var, Suriyədə var, Afrikada var, ondan sonra Məğribdə var, başqa Saudiyanın özündə var. Görürsən ki, hər bir dövlətdə həmin bu sufilik təriqəsi var. Həmçində Şeyx İslam İbn Teymiyyə də sufiləri iki yerə bölüb, hansı ki onlar birinci Sufiyyətul Haqaiq və Sufiyyətul Ərzaq və Sufiyyətul Rasim. Yəni bu İbn Teymiyyə də bunları bu cür firqələrə bölüb, yəni 3 qismə ayırıb. Və ümumiyyətlə bu sufiləri öyrənməkdən ötəri şəki odur ki, gərək hər bir firqəni öyrənməyə lazımdır. Bu da həqiqətən çox vaxt tələb edir. Və bu baxımdan biz yalnız onlardan bircə firqəni götürüb öyrənəcək ki, və ümumi etibar ilə bunların əqidləri demək olar ki, bir-birinə yaxındırlar. Amma tariqə hesabı, tariqə yolu ilə, məsələn, bu ticani tariqası və yaxud da ki, başqa sufinin tariqası, tariqə etibarı ilə bunlar ayrı-ayrı. Amma ki, ümumi əqidələri isə bunların demək olar ki, birdir. Və baxımdan biz ticani tariqəsini öyrənəcək, hansı ki, Tican özü, deməli, Əhməd ibn Muhammed ibn Muxtar Tican, deməli, Ticanda, Bəni Tican qəbrəsində doğulub, təxminən Afrikanın yaxınlığında olan bir hissədir. Və onlar ən çox da, demək olar ki, Afrikada daha çox yayılırlar və özü də hicrəti 1150-ci ildə doğulub. Və demək olar, həmən o Tican özü də, Əhməd Tican özü də elə bir bidət, nə keçmişdə, nə indikdə elə bir bidət qalır ki, onu özünə cəm eləməsin. Və görürsən ki, həqiqətən də çox küfrə çatan, çox bidətləri var onun və görürsən ki, o özünə də həmçində özünün, demək olar ki, öz dəvətinin yayılmasını ötəri özünə bir çox iddialar etmişdir. İddialarından biri odur ki, o iddia eləyib ki, o övliyaların xatəmidir, övliyaların sonuncudur. Yəni ki, bütün övliyalardan ən geridə qalanı, ən axıncı övliya budur, ən yüksək məqama layiq olan övliya budur. Həmçində iddia eləmişdir ki, o ən böyük, ən güclü övliyadır, necə deyirlər, bizdə necə cəhd dağır olan demirlər. Bu da özünü elə bir hesab eləmiş, hansı ki, ölümündən sonra isə onun qəbrini çox böyük ibadətgahı çöndərmişə, onun qəbrinə ibadət olunan bir hala çöndərmişə. Həmçində o iddiaların biri oydu ki, övliyaların ruhları
Adəmdən bu yana, Adəmdən bir nə ki, övliyalar var idi, onların ruhları gələrdi bunun yanına və bundan deməli, elm alardılar. Bu onlara, həmən bu övliyalara elm öyrədərdi, yəni həmən övliyaların ruhlarına elm öyrədərdi. Həmçində bu Tican özü Adəmdən bu yana olan övliyalarla Allah arasından vasitəsidir. Yəni, bu onun iddialarından biridir. Həmçinin iddialarından biri odur ki, o yəni, övliyaların ən böyüyüdür. Həmçində, necə deyərlər, qiyamət gündə sur üflən vaxtı elə bir ki, ən birinci, yəni dirilən də bu olacaq. Yəni, özünü o qədər yüksək məqama çatdırmışdır ki, həmçində onun iddialarından biri odur ki, o cənnətə girən ən birinci insan olacaq. O, ən birinci o, sonra da onun əshabələr, yəni onun yanında olanlar, onun dalınca gedənlər, onlar, necə deyərlər, yəni cənnətə birinci girəcək. Həmçinin onun iddialarından biri odur ki, Allah subhanətə Allah onu bütün insanlarda şəfayətçi etmiş. Və şək odur ki, bu ümumiyyətlə Peyğəmbər əsasən sifətləridir ki, hansı ki, birinci cənnətə girən Peyğəmbər olacaq, onun davamçıları olacaq. Həmçində Peyğəmbər sallam umumi şəfayətçi olacaq və bu cür Peyğəmbərə necə deyərlər, xas olan əməlləri bu özünü artıq iddia eləmişdir. Həmçinin onun iddialarından biri budur ki, o iddia edir ki, güya Peyğəmbər s.ə.v ona yəni zikr göndərmiş, zikr öyrətmiş, o zikrin adı Salatul Fətihdir. Yəni Salatul Fətih adlı zikri, inşallah zikrin forması gəlir ki, hansı zikirdə, yəni onlar hansı formada zikr edirlər. Və bu iddia edir ki, güya Peyğəmbər buna bu zikri öyrətmiş ki, bu zikirdə yəni Salatul Fətih adlanır. Və başqa iddiaları var idi onun, yəni çox küfrə çıxan ehtiyatları var, necə deyilə, iddiaları var idi. Və bunun bu iddialarından başqa da iddiaları var idi ki, güya yəni bu cür batil, yəni küfrə çıxan iddialarla yəni kifayətlənmir. Həmçində iddia edirdi ki, onun davamçıları yəni nə qədər günah qazansalar da, nə qədər yəni asilə eləsələr də bununla onlar yəni günah qazanmırlar. Əksinə isə onlar savab qazanırlar və bu əməllər onları cənnətə girməyinə səbəb olur. Hansı ki, bu əməllər görürsən ki, bu cür iddia həqiqətən də Yahudilərdən gələn iddiadır. Hansı ki, Yahudilər özlərini yəni seçilmiş bir övladları adlandırırlar ki, hansı ki, onlar Allah sonra onlara əzab verməyəcək. Və bu cür iddialarla da bu həmən bu yəni sufilər də, yəni Ticani firqəsinin yəni davamçıları da bu cür yəni əqidə ilə yəni yaşayırlar. Həmçində onun iddialarından biri odur ki, güya kim Ticanin 2-ci və 5-ci gün yuxuda görsə, həmən insan cənnətə gedəcək. Hətta kafir olsa da belə. Yəni, niyə görə deyir hətta kafir olsa da belə? Çünki deyir ki, Tican elə bir yüksək məqama çatmış bir insandır ki, ona qeyri-mümkündür ki, onu insan görsün və kafir orada qalsın. Əgər onu kafir görsə, təcrid onu İslam'a gələcək, müsəlman olacaq və bu da artıq onun cənnətə girməyinə səbəb olacaq. O görürsən ki, həqiqdən də yəni, bu çox batil bir əqidir. Həmçinin onun iddialarından, xurafatlarından biri odur ki, o Peyğəmbər s.ə.v-i hansı zaman sizə o zaman da görür. Yəni, sufilərin məclisində olanlar bilir ki, onların özlərinin zikirləri var, yəni hər firqənin özünün zikirləri var. Zikirlər var onlarda oynayaraq, yəni oynaq halda olur, məsəl üçün oynayırlar, qız oğlan qarşı oynayırlar, bu onların bir zikirlərdir. Özü əməlli başı, yəni musiqi alətləri zaten istifadə olunur və zikirlərin növləri var ki, onlar oturaraq başlarının yerləşdiyi halda olur və zikirlər var ki, onlar bir-birlərini dövrüyə alıb, yəni bir-birlərin əllərini çiynlərinə keçirib, başlarını aşağı yuxarı eləmən zikir halları var və ümumiyyətlə bu onların zikirlərindəndir, hansı ki, onlar da iddia, yəni həmən bu zikri edən zaman görürsən ki, onlar zikri edirlər, elə bir halda gəlir ki, artıq onlarda yəni piyanlaşma gedir, yəni baş gizərlənməsi gedir və o vaxtda artıq onlara elə gəlir ki, Peyğəmbər gəlir və onlar həmən o halqadan qapı açırlar və başdan əyilər, göy gələnə baş əyən kimi göy Peyğəmbər daxil. Həqiqətdə isə ola bilər ki, onlar yəni cinni şeytanı görürlər, ağsaqqal forması elə bilər ki, yəni Peyğəmbər, bu da ola bilər, heç bir uzaqda deyil. Və bu cür yəni batil əqidə bu Ticani firqəsinə o qədər yayılmış, hətta onlar, necə deyərlər, hətta haqla batil yəni ayıra bilmədilər. Və bu cür onların bu cür əqidələri ümumiyyətlə demək olar ki, Afrikanın, Orta Afrikada və Qərb və Şərq Afrikada demək olar ki, yəni çox yayılıb. Bu Ticani firqəsi o bölümlərdə yəni daha çox yayılıb. İranı da ölüyor, əsli ilə Afrikadandır. Yəni onların İranda var, çünki o ən birinci müəllif yazır ki, ən birinci sufi, yəni batil əqidələrlə olan sufi 430-cu ildə İranda peyda olub. İnquş yox, ümumiyyətlə Çeçen inquşlarda çox. Çeçen inquşlarda
ümumiyyətlə sufli daha çox. Çünki orada əhl-i sünnə dəvəti demək olar ki, yəni müharibə başlananda, yəni onlarda cihad başlananda oldu, yəni ki, Ruslarla döyüşəndə oldu, orada ərəblər, zatlar orada döyüşməyə getdilər, belə səbəblə onlarda əhl-i sünnə, sələf əqidəsi yardı, amma ümumilikdə isə əsas əqidə, yəni bu yolda sufili idi. Yəni həccə gedənlər, 5-6 il əvvəl həccə gedənlər, onlar yəni şahid olublar ki, orada yəni avtobus dayanacaqları olan yerlərdə, yəni onlar o zikirlərini edirlər. Yəni əllərinə dəf olur, dəflə çalırlar, vururlar, oynayırlar, göz zikr edir, sonra Peyğəmbər gəlib bunlar oyuna söhbət edirlər. Yəni bu, həmçində bu Tican elə iddialar edir ki, bu zikirlər vaxtı, yəni Peyğəmbər onların məclisində iştirak edir, onlarla danışır, onları öyrədir və həmçində onun nəsəbinə gəldikdə isə, bu şək yoxdur ki, nəsəbi, yəni məlum məsələdir ki, yəni Afrika tərəfindən olandır, amma bu özü iddia edir ki, güya Peyğəmbər s.ə.v buna 3 dəfə dedi ki, sən mənim övladımsan, sən mənim övladımsan və həqiqdən sən Hüseyin ibn Əlinin nəsəbindənsən. Və şək yoxdur ki, yəni, bu cür yəni, batil yəni, əqidəni doğrultmaqdan ötəri bu insan həddindən artıq yəni, çoxlu yalanlardan istifadə edir. Və həmçinin Ticaninin yəni, əqidələrindən biri o idi ki, Tican iddia edir, o bütün peyğəmbərləri görür. Yəni, bu həqiqətən də görürsən ki, yəni, başqa firqələrə baxanda o biri firqələr, məsəl üçün, baxırdın, görürdün ki, onlar zahirən İslamdan uzaqdırlar. Əqidələrinə görə, mənhəclərinə görə. Amma bu sufili isə görürsən ki, yəni çalışırlar ki, öz dinlərini, əqidələrini, mənhəclərini İslamla bağlasınlar və ona görə bu cür yəni, ideyalardan yəni, iddia edirlər. Həmçində bu sufilərdə belə bir şey var, yəni ümumiyyətlə sufi firqəsinin cihad da yoxdur. Hansı ki, Qadiyani kimi başqa rafizilərdən, batinilərdən törənən firqələr ki, bunlarda cihad da yoxdur. Yəni cihad onlarda ləğv olunub, yəni onlar qan tökməklə araları yoxdur, yəni zahiddirlər, hər bir şey. Bu da şək yoxdur ki, nəhayət aparıb haraya çıxardır insanı, yəni kafirin əlinin altında olmağa, yəni belə bir, əgər o dində ki, o müsəlmanda ki, əgər cihad rayəsi yoxdur, şək yoxdur ki, belə çıxır ki, yəni kafir, ruslar, ingilislər, kafirlə gəlib sənin üstü hücum eləsələr, mən onun əlinin altında qalım olacaqsan, şək yoxdur ki, görürsən ki, bu da dində nədir? Ciddiyyətdir. Çünki Allah sonra deyir ki, həqiqətən də Allah subhanətə Allah kafirləri möminlərin üzərində sultanlıq verməz, aydındır. Və bunların bu cür hərəkəti olan gözəl yox, kafir möminin üstündə hakimiyyəti ola bilər. Bu da həqiqətən də bunların dinlərində yəni ciddiyyət deməkdir. Və bunun əqidəsindən biri o idi ki, o iddia edir ki, o yəni bütün peyğəmbərləri görür, Və onun Ticanin isə həmçində vəsfindən biri də odur ki, onun haqqında bu məlumatlarda Harazim var. Onun demək olar ki, həm dostu olub, həm də onun haqqında yazan olub. O bu cür vəsfləri, bu cür şeyləri onun haqqında yazıb. Yəni deyir ki, mən ondan soruşdum, yəni radiyallahu anhudan soruşdum, o yəni Tican radiyallahu anhu deyir, mən ondan soruşdum, o da mənə belə dedi. Və ondan deyir ki, soruşdum, yəni Peyğəmbər onun deməli o piyan ona şəriətdə, yəni ərəb dilində piyan halı deyirlər, sakran halı. Yəni nə barədə? Çünki onlar deyir ki, o qədər zikirlər edirdilər ki, yəni əslində bu zikir deyil. Yəni bunlar başların o qədər saatlarla yerlərdə aşağı, qabağa, yuxarı, aşağı eləyirlər ki, artıq onu demək olar bütün ağıl işləmir. Yəni hətta sən hansısa bir mexanikanı götürüb bir yerə o qədər fırlasan, o da yanıb gedər. Bunlar da o qədər başdan ora-bura fırladılar ki, demək olar ki, bütün onlarda baş gicəlləmə gedir ki, onlarda özəl güya bunlarda artıq o təkmilləşmə gedir. Əslində isə bunlar öz ağıllarını itirirlər o vaxtı. Və onun da Harazimdə deyir ki, həmən bu Ticani o vaxtı, onun beləncə baş gicəllənməsi vaxtı, onun bu halı Peyğəmbərə vəh gələn vaxt kimidir. Yəni gör, yəni onu necə vəsf edirlər, bunun bu vaxtı Peyğəmbərə, yəni Peyğəmbərə vəh gələn halı kimidir. Həmçində Ticani iddia edirlər ki, deyir ki, o min kəməlihi radiyallahu anhu نفوذ ببصيرته الربانية من إظهار المضمرات وإخبار المغيبات وعلم البعواقب والhacət. Görürsən ki, gör iddiaya bax ki, həmçinin deyir, onun deyir, kamallığını, onun kamiliyindən o idi ki, o deyir artıq Allah subhanətənin xas olduğu əməlləri də o bilirdi. Hansı əməlləri? Qeybi işləri bilmək, ondan sonra hansısa problemlərin həlli məsələdir. Şək odur ki, yəni, belə insanla yaşamaq çox asandır. Yəni ki, bir şey ki, qeybi bilir, problemlər həll edə bilsə, yəni görürsən ki, bu da həqiqətən də çox küfrün ən yüksək dərəcələrindəndir.
yəni Allah Subhanahu qeybdə xas olduğu, qeybi xas tək bildiyi halda bu özünü artıq, yəni bu qeybi də iddia edir ki, güya bu artıq bu qeyblərin asarı da yəni bunun əlindədir. Və həmçində bunun yəni iddialarından biri də odur ki, bu həmin onun haqqında yazan Harazim deyir ki, bu mənim ağam deyir radiyallahu anh, bu Tican edir ki, həmçində Allah Subhanahu taalanın ən əzəmətli adı da verilib ona. Şək odur ki, Allah Subhanahu taalanın ismül adam nədir? Allahdır. Və şək odur ki, bu da bu adı yəni özünə götürür. Yəni deyir ki, mənə bu ad da verildi. Ancaq həqiqətdə isə burada ziddiyyət var. Məsəl üçün, necə ola bilər ki, bu Allah Subhanahu taalaya xas verilibsə, buna xas verilibsə, bundan qabaq Əliyə də bu ilah adını veriblər. Yəni Əliyə də bu ilah Allah adını veriblər. Həmçinin necə ki, Peyğəmbər buna deyə bilər ki, sənə bu ad xasdır. Hamısının öz dillərində gəlib ki, güya Peyğəmbər deyib ki, bu ağamız Əliyə də bu ad verilib. Peyğəmbər Əli necə ağamız deyə bilərdi? Hansı ki, Əli Peyğəmbərin ağası olmayıb. Yəni Peyğəmbər Əlinin ağası. Yəni Əli Peyğəmbərin vaxtında xəlifəlikdə, hakimiyyətdə olmayıb. Və görürsən ki, yəni bu cür ziddiyyətliklər həqiqətən onların yəni batıl olduğundan irəli gəlir. Həmçində onun onu görmək, yəni cənnətlə görmək kimi bir şeydir. Yəni ki, onu görmək artıq cənnətlə müjdələnməkdir. Yəni burada görürsən ki, həqiqətən də Peyğəmbərə xas olan əməllik Peyğəmbər deyir ki, kim məni gördü, artıq məni görmüş kimidir. Yəni nə deməkdir? Yəni şeytan Peyğəmbərin vəsində gələ bilmir. Və Peyğəmbəri görən, həqiqətən də yuxuda görən Peyğəmbəri görmüş kimi, yəni o şeytan iblis görmür. Və bu vəsifi də Tican özü-özünə götürür. Və onun dediyi ki, zikri ki var idi ki, Salatul Fatih, hansı ki, Tican deyirdi ki, güya Peyğəmbər bunu öyrədib. Bunun savabı barəsində isə o qədər uydurmalar var ki, o qədər şişirtmələr var ki, və təsəvvür edin ki, deyir ki, kim bu zikri bir dəfə eləsə, artıq deyir, Quranı 6 dəfə oxumuş kimiyə bərabərdir. Yəni bunların bu zikrini Quranı 60 əli bu ilə kifayətlənmir. Sonra deyir, mənə ikinci dəfə dedi ki, kim bunu bir dəfə oxusa, artıq deyir ki, bütün yer kürəsində olan bütün təsbihlər yoxdur, Allahın zikri yoxdur, ona bərabərdir. Yenə kifayətlənmir. Və deyir ki, mənə bildirdi ki, kim bu duanı eləsə, böyük və ya da kiçik fərqi yoxdur, o deyir, Quranı 6000 dəfə Qurandan əfsəldir. Və başqa da deyir ki, həmən bu deyir, təsbih Salatul Fatih 900 namaza bərabərdir. Və həmçinin deyir ki, bu 900.000 namazın hər biri 400 dənə döyüşə bərabərdir. Yəni, təsəvvür edən ki, bu öz həmən bu zikirlərini 900.000 namazdan üstün tutur. Və hansı 900.000 namazdan üstün tutur, hansı o namaz ki, o namazın biri 400 dənə cihada bərabərdir. Yəni, bu nə demək? Cihad eləmək yine. Cihad eləmək yine, namaz qılmaq yine, yalnız ondan o zikrin elə. Və başqa da yəni çox böyük şişirtmə rəqəmlər var. Həmçinin deyir ki, onu bir dəfə eləmək, bütün cinlərin və insanların malik olduqları 600.000 namaza bərabərdir. Nə qədər cinlər, insanlar namazları qılsalar, sənin elədiyin zikir onların 600.000 dəfə çoxdur. Yəni görürsən ki, yəni elə böyük bir savablı əməldir ki, yəni insan eləməsənin çox peşman olar. Həmçində bu özünün bu namazını necə deyərlər, özünə xas olduğunu, yəni xas olduğunu bildirir ki, hansı ki onun xaslığı da ondadır ki, yəni Quranı oxumamaq. Çünki yəni savablarından birini gördük ki, o iddia edir ki, bunu oxumaq, yəni namazını oxumuşdan 6 dəfə çoxdur. Bəşqə edə gətirib ki, 6.000 dəfə çoxdur. Və şək gördür ki, bu da insanları tədricən Qurandan ayrı. Necə ki, məsələn, müasir firqə var ki, məsələn, əməlli başlı yayılma üzrədə onlara da Səid Nurçilər deyirlər ki, bugün də Azərbaycanda onlar mövcuddurlar. Onlar da deməli, düz əxlaqları var, gözəl əxlaq göstərirlər, gözəl ekram edirlər, yəni vakıfları zatlar. Amma bununla da yanaşı görürsən ki, onlar Quranı tamamilə hicr edirlər. Bunların oxuduqları yalnız bunların Səid Nurçinin risalələridir. Birinci risalə, ikinci risalə, üçüncü risalə, dördüncü. Qurandan uzaqlar. Və sən ona gəlirsən ki, Allah Teala Quranda belə deyir, Nurun birinci risaləsi, üçüncü səhifə, dördüncü abzas, görəcək, Qurandan yaxşı bilir onu. Hansı ki, onun bir hərfinə görə ona yarım savab da qazanır. Hansı ki, Quranı isə bir hərfinə 10 savab qazanır. Bu da həqiqətdə bunların bu zaləti olmağına bəs eləyər ki, Quranı insan hicr eləsən. Və şək odur ki, bu sufiliyin də bu cür yəni, savabları eləməkdə həqiqətdə isə, necə deyərlər, Quran-ı Kərimin yəni, insanlardan yəni, uzaqlaşdırmasıdır. Və o ki qaldı, onun demək olar ki, Allah Subhanahu taalanı açıq aydın
görməsi isə şərt verir ki, bunlar yəni ittifaq eləyiblər ki, yəni bu sufilər ittifaq eləyiblər ki, bu tican özü Allah Subhanahu açıq-aşkar görüb. Açıq-aşkar görüb, hansı ki, bu da yəni, çox böyük zəlalətdir. Və onun Quran-ı Kərimə isə xəyanət eləməsi odur ki, o həqiqətən də deyir ki, əgər sən deyir, bu namazı bilsəydin, yəni bu namazı bilsəydin, bu təsbih namazını eləsəydin, sən deyir ki, bunu bilməyin, bunu öyrənməyin, Quran-ı Kərimin tilavatı nədir? Çox əfsəl. Və şək odur ki, Quran-ı Kərim ləfsləri, yəni yeganə kəlamlardır ki, Allah Subhanahu kəlamlardır. Ona görə insan hər hərfə görə 10 savab qazanır və ən savabı, ən düzgün olan da Allah Subhanahu kəlamlardır ki, necə Allah Subhanahu ki, "Mən asdaqu minallah qilə." Allahdan ən sadiq, yəni kim ola bilər? Şək odur isə, yəni bu cür qeybi məsələlər, küfrü məsələlər yalnız və yalnız yəni bu cür yəni insanlardan çıxır. Və həmçində onun iddialanan biri odur ki, o bu dünyanın yaradılışının sirrini bəyan edib. Yəni bu dünyanın sirri də ondadır ki, Allah Subhanahu taala bu dünyanı peyğəmbərin nuruna görə yaratdı. Yəni Allah Subhanahu taala dünyanı Məhəmmədə görə yaratdı, Məhəmmədə görə və qalan məxluqatları isə peyğəmbərin nurundan yaratdı. Və bütün qalan məxluqatları, yeri, göyü, günəşi, ay isə peyğəmbərə görə yaratdı. Bu da görürsən ki, həqiqətən də yəni çox batıl bir fikirdir. Çox batıl bir fikirdir ki, hansı ki necə ola bilər ki, peyğəmbərə görə yaradılan peyğəmbər özü doğulub, yəni hicrətdən əvvəl neçənci ildə, yəni fil ilində, yəni miladin 670 neçənci illərdə, ancaq isə bundan əvvəl isə görürsən ki, neçə min illər var, nə var, Adəm var, ondan da peyğəmbərlər var, ancaq bu isə tizan iddia edir ki, Allah Subhanahu birinci peyğəmbəri yaratdı və peyğəmbərin nurundan da başqa məxluqatları yaratdı və bu da həqiqətən nə deyir? Yəni bu dünyanın sirri də ondandır. Həmçində Tizani və onun davamçıları Quran və sünnənin nususlarına da yəni batil mənalar təfsirlər verirlər. Görürsən ki, onlar Qurandan və sünnədən onlara ayə və ya hədis gətirəndə bunlar onu görürsən çox batil təhriflərlə yozurlar, daha doğrusu özlərinin yəni iddialarına görə bunu yozurlar. Həmçində onun necə batillərdən biri də odur ki, o deyir ki, Allah Subhanahu taala hər bir kəsə hər bir şeydən yaxın. Yəni Allah Subhanahu taala hər bir şeydə həll olunub. Yəni insanda Allah var, daşda Allah var, Allah orada, Allah buradadır. Hansı ki, bunlar da görürsən ki, yəni çox bir batil bir əqidə, çox bir batil bir rəydədir. Yəni ki, ona hulul və ittihad deyirlər. Yəni Allah Subhanahu hər şeydə həll olması. Həmçində bu ticanini iddia eləyir ki, yəni vilayət, yəni vəlilik şək odur deyir peyğəmbərlikdən, yəni qat-qat üstündür. Yəni həmçinin o deyir ki, gör nədir valilik var, deyir ki, mərifətul vali əsəb min mərifətillah. Yəni valini bilmək, övliyanı bilmək, Allahı bilməkdən çox çətindir. Əgər deyir, həqiqətən də valinin, övliyanın sizi izhar olunsaydı, ona deyir ibadət olunardı. Yəni gör, həmçinin deyir ki, vali əgər desə ki, əgər Allah Subhanahu o vali istəsəydi bir şeyin olmasına, Allah Subhanahu deyərdi, o da olardı. Yəni bu artıq özlərinin istəyini Allahın istəyi ilə bağlayırlar. Həmçində bu deyir ki, ey külək, mənim əmrimlə deyir, sakit ol. Yəni şək odur ki, bunlar hamısı nədir? Bunlar hamısı bunların yəni Allah Subhanahu taalaya xas olan sifətləri, əməlləri yəni özlərində yəni əks etdirməkləridir. Deməli, bunların batilləri barəsində çox şey var və gələn dəfə inşallah yəni çalışarıq qutarmasa da bazarlıdır keçək və düzünü Allah bilir. Vasal əli Muhammedin və əli Muhammed.